Qəzli, Ərzanlı, Sabir 2 Sistəli. D grubuna start veririk. D grubunun komandalarını təqdim edirəm. Qəzli komandası. Hacılarda Turan. Gülüyor Rəfiqə. Azaldı Bəyim. Gülüyor Emil. Nuri Ekba. Əlicanlı komandası. Əhmədi Təbriz. Əksarova Aysel. Gülmənlər Əmin. Əksarova Zəhra. Ərzanlı Əskər. Sabir 2 komandası. Həmidov Milliyeti. Rüstəmli Rıza. Əhmədzadə Rəsul. Abdülzadə Fidan. Məhəmmədli Minariyə. İsəkli komandası. Əhmədli Talib. Məhmədli Adəm. Müzəffərli Amir. Zeynallı Sanur. Kasımov Kural. Dəlli Anadolu mövzuları. Qarabağ. Ordu oğlumuzu. Uzunluğumuzu. Sarı. Uşaqlar. D grubunun bəlirləmanında ilk olaraq Qarabağ adamın mövzularında iştirakçılar öz yerləri alsınlar. Diqqət, Qarabağ mövzusu birinci sual. Diqqət, Qarabağ mövzusu birinci sual. Azərbaycan futbolunun əhənglərindən sayılan Qarabağ klubu bu şəhəri təmsil edir. Bir dəqiqə. Nominal 100. Tarixə 44 günlük müharibə haqqında düşmüş. Qəzli? Qarabağ. Xeyr. Tarixə Şəhəri? Xeyr. Tarixə 44 günlük müharibə adı ilə düşmüş 2-ci Qarabağ müharibəsi bu tarixlər arasındakı dövrdə əhatə edilir. Müzəffər Sabir. 27 Bir dəqiqə. Müzəffər Sabir komandası cavab dəqiqləşir. Bir dəqiqə. Səhvdir. Ərzanlı komandası. Bir cavab verəməlisən. Bu soru səhv cavab verirsənsə tutardır. 27 sentyabrdan başlayıb 8 Mayıs'da. Cavab səhvdir. 27 sentyabrdan başlayıb 10 noyabrda bir cavab düzgün cavab verir. Hər komanda səhv cavab verir. Səhv cavab verirsə tutardır. O son sənin üçün tutardır. Dövlət xadimi Qarabağ xanlığının əsasını qoymuşdur. Qəzli. Cavab düzgündür. Mirzə Adgözəl bəyin bu salnaməsi 18-ci əsr Qarabağ xalqının öyrənilməsi üçün əsas qaynaqlardan biri hesab edilir. Mirzə Adgözəl bəyin bu salnaməsi Qarabağ mövzusu diqqət Tacir Şahmalıoğlu və İlhamis Paşayev vaxtilə bu məşhur ansamblın üzvləri olmuşdular. Ərcanlı? Qarabağ. Qarabağ səhvdir. Sabir? Yoxdur. Yoxdur.
5-ci sual Mangal 500. 1956-cı ildə Sovet hökumətinin Britaniya Kraliçası 2-ci Yelizavetiyə hədiyyə etdiyi zaman məhz onların bir nümayəndəsi idi. Zaman nə idi? Qarabağ mövzusu 2-ci Yelizavetiyə hədiyyə edilir. Nə? Zaman nə idi? Zaman onun adı idi sadəcə olaraq. Nə idi söhbət? Söhbət bizə qəsabir. Qarabağ atmalarından gəldi. Ordu havalı mövzu birinci soru. Bu faziyyətin baş qəhrəmanı adlı istiqlaliyyət uğruna mübarizə aparan Elxandır. Söhbət Cəfər Cəfərovandan səslənir. Odlu havalı mövzu, söhbət od gəlmir səndən gedir. Odlu havalı mövzu namına 200. 7 oğul istəyən filmində Gevər bəy aşıdan məhz bu havanı sifariş edir. Bir çalışırsal hava bəy havasıdır. Hansı hava salınır orada? Söhbət yanıq kərəmlə gedir, yanıq kərəm. Məhz bu ərazinin İspan dilində Tierra del Fuego adlandırılırlar. Əzanı? Odun topa. Odun topa. Odun topa cavabı düzgündür. İstədiyi saldırılandır. Qədim Yunan mifologiyasına görə insanlara od əldə etməyi məhz o öyrətmişdir. Sabir? Zeus. Zeus cavabı səhvdir. Söhbət Prometedən gedir. Bu, Rusiyanın ən qədim jurnallarından biri oldularla 1899-cu ildən indiyə bir fasilələrlə çap edilməkdədir. Söhbət Aganiyok jurnalından gedir, mövzu yekunlaşdı. Zaman alır. Həqiqətən uzun mövzu anlamazdır. Uzun mövzu birinci soru. Namlar 100. Astrid Lindgren'in nağıl qəhrəmanı Peppi'nin nə qədər məsələ idi? Hansı Peppi? Qəzir? Sun Peppi cavabı səhvdir. Versiya var. Yerdə versiya yoxdur. Uzuncoraq Peppi. Uzuncoraq. Uzunluğu 1364 km olan bu çayı Gürcülər Tıtkvarya adlandırır. Gürcüstandan geçen uzun çay. Kür cavab düzgündür. Məhz bu, New York'un ən uzun küçəsi hesab edilir. Söhbət Broadway küçəsindən edilir. Beynəlxalq vahidlər sistemində uzunluq vahidi məhsuldur. Ölçü deyil. Səhli burada, səhli. Metr düzdür. İslandiyada yerləşən Reykjanes yarımadası bizə məhz bu geyimi xatırladır. Biz bu geyimi eyni zamanda İtaliyanın xəritəsinə baxdığında da görə bilərik. Qəzdir? Uzun seçmə. Dəqiqləşirsən, uzun, nə? Bir səviyyədə deyil, amma qəbul edilir bu cavabı. Uzun çəkmə, uzun olan çəkmə cavabı qəbul edilir. Uzun mövzusu yekunlaşdı. Növbədə sarı alınan mövzu oynanılacaq. Sarı alınan mövzu birinci sualdır. Bu xəstəliyin əsas əlamətləri qanda bilirubin kimi artmasıdır. Sarı cavab düzgündür. İkinci sual Mangal 200. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə sonuncu təbii yerləşəs 2202-ci ildə Finlandiyada dünyaya gələcək. Necə şəxs? Sarı mövzusu, məntiqli olur biraz.
Sarı renkli sarışın değerli. İmminli bu sualda biz oynamıştık ben yerime göre ben tapa bilmemiştim. Neredeyse. Alimiyya bayrağındaki sarı halka məsbur kitəni edilir. Sarı halka, söhbət, neyse var? Afrika. Asya, Amerika tarafı. Avrupa mavi, Asya sarı. Çin dilində sarı çay mənasına gələn Xuanxi məhz bu dənizə tökülür. Çin dilində sarı çay mənasına gələn Xuanxi çayı məhz bu dənizə tökülür. Kongo, dənizi yoxdur. Çaydı, Afrikada yerləşir. Çində sarı çayı hansına tökülür? Sadə fikirləşir. Sadə cavab yoxdur, cavab sarı dənizə tökülür. Sarı dənizə. Sarı mövzusu mangal 500. Aşıqan yaxşı qalar, ocağı yaxşı qalar. İstərəm bu dünyada bir sölə yaxşı qalar. Bayatçısının müəyyənici nəfsi olur. Söhbət sarı aşıqdan gedir, sarı aşıq. Mövzu yekunlaşdı. Ramzun son mövzusu, uşaqlar adlanan mövzunun. Uşaqlar mövzusu bizim soğuk adlanan mövzusu. Uşaqlar bizim gələcəyimizdir. 1. BMT'nin Beynəlxalq Uşaq Fondu bütün dünyada bu adla adlanır. Beynəlxalq Uşaqlar Fondu adlanır. UNICEF. İkinci sual, nominal 200. 1983 ildə ekranlaşdırılmış bu filmlər Emil Pənahov, Ramil Aslanov və Hökümət Zəlilova baş rolları ifa edirdilər. Hansı filmdən gedir, uşaqların oynadığı, 3 tane uşağın sayılır sizə. Söhbət Asif, Vasif, Ağasif filmine gedir. Maraqlısı burasındakı o da Ağasif rolunu qız qoyur. Oğlan roluna çekilir, ona qızdır. 3. Jules Verne'in qəhrəmanlığı olan Mary və Robert onun uşaqlarıydı. Kim uşaqları? Söhbət asan bir sualdır. Kapitan Grant'ın uşaqlarından gedir. Kapitan Grant. Uşaq mövzusu 4-cü sual, nominal 4. İlk dəfə bu cür müəssisəni Almaniyalı Friedrich Fröbel 1837-ci ildə açmışdır. Uşaq müəssisə nə ola bilər? Uşaq müəssisə. Cavab yoxdur. Söhbət uşaq bağçası, uşaq bağçası. Hər il keçirilən bu beynəlxalq müsabiqənin ilk qalibi Xorvatiyalı Dino Jelusic olmuşdur. Söhbət Avroviziya uşaq mahnı müsabiqəsindən gedirdi. Ramon yekunlaşdı. Bu mövzuda tapıcı suallar var, yekun düymələr sıxılmadı və bəlli Ramon yekunlaşdı. Sırada şəkil Ramon gözləyir. Bəlli Ramon səsində xalq mobelərlə Ərzamlı mənfi 200, Mizərəkdə Sabir mənfi 100, Səkli mənfi 100, Gəzli Xanası isə 700 xanlalı ilerdi. Şəkli Ramonda qurtlar adlanan mövzular var. Diqqət. Birinci sual, anlam 200. Atalar sözlərinə görə məhz belə kömək uy basar. Həzür kömək uy basar. Sabir. Düzlü köpək qurdu. Xeyr. Səbir. Udurmuş. Xeyr. Arxalı kömək uy basar. Arxalı. İkinci sual. Bu renkli, vurdum. Bu dünya
isim olmalıdır. Qəzə qalanırız. İlk dəfə 15 yanvar 2003-cü ildə Türkiyənin Show TV kanalında ekrana çıxmış bu serialın rejissorları Razi Şəhmaz və Osman Sınavov Müzəffər Qurtlar Karib dənizində yerləşən bu ada dövlətinin qul vahidi Qurd adlanır. Sual təşəkkürlər. Karib dənizində yerləşən bu ada dövlətinin qul vahidi Qurd adlanır. Tamam mı? Haiti. Haiti. Hayır, ne tutulmasın? 5. sual, manal min. Aktör Yusuf Dəliyev arxadan bulunan zərrə filmində məhz bu obrazı yapmışdır, bəzili Qurd Çarmazlarının mövzu yekunlaşdı, Şəkilranla Butulka adlanan mövzu olmazdır. Butulka mövzusu 1. sual, manal 200. Bu içkinin şüşəsinin forması kola bitkisinin qozasını xatırlanır. Çox çətin sualdır. Bu içkinin şüşəsinin forması kola bitkisinin qozasını xatırlanır. Bəzili. Kola. Kola. Butulka mövzusu 2. sual. Yatrop adlı bitkinin daha geniş adı məskələr. Butulka mövzusu yatrop bitkisinin daha geniş yayılmış adı. Butulka bitkisi. Butulka bitkisi məşhur Butulka evi ölkəmizin məşhur şəhərində yerləşir. Sabir, Gəncə, Əyri boğazlı butulkalarda istisnad edilən məşhur şərab növü ilə adlanır. Çaxır cavabı səhvdir. Mən cavabı əsas səsləndirdim artıq, bilmirəm o. Cavab verilisi qəbul eləməyəcək, çünki ilk 3 hərfi demişdim. Xalq sizdən. Jean-Paul Chenet. Çünki Jean-ı dedim mən, Jean deyəndən sonra cavab verildi. Yəni, düzgün verilisi qəbul eləməyəcəksə səhv edilmədə sizə bilməm. Jean-Paul Chenet. Bilməyək, mən Jean bilmişim. Dimdik sifətlilər ailəsinə aid olan dəniz məməlilərinin bu növü yaxşı inkişaf etmiş alına malik olurlar. Butulka burunlulardan gelir, butulka burunlular. Şəkli anında göl adlanan mövzu öyrənəcək. Şəkli anında göl adlanan mövzu öyrənəcək. Salı məktəb. Mən bu sualı üçün cavab verilseydi, səhvli götürməyəcək. Göl mövzusu 1. sual. Bu qapalı su hövzəsi dünyadakı ən böyük göl hövzəsidir. Nəzərdə sabit almalıyıq. Xəzər dənizi cavabı düzgündür. Avropadakı məhz bu ölkəni 1000 göl ölkəsi adlandırırlar. Söhbətin hansı Skandinav ölkəsindən getdiyini deyil. Ərcanı. Finlandiya cavabı düzgündür. 3. sual, nominal 600. Bəzi tədqiqatçılar iddia edirlər ki, məhz bu şeir Əhməd Cavadın həbsəsi olmuşdur. Səhvli? Göl. Hansı göl? Xəzər istiqlali. Xeyr. Nədir? Sabir? Göl. Göl mü cavabı düzgündür? Göl, güzel dalga göl. ABC-dəki bu şəhər Böyük Duzlu Gölü sahilində yerləşir. Böyük Duzlu Gölü. Ama şəhər... Amerika'da yaşıyor. Salt Lake City nedir? Salt Lake City. 1242 ilin aprelində Sult Gölü üzərində Rus və Alman zəngavərləri arasında baş etmiş görüş harika bu adını Əzanlı
Necə? Mikrofona deyil. Mikrofon. Buz dolu düzgündür. Mövzu yekunlaşdı. Şərtli rəqamsa, dördüncü mövzu ölkələr və şəhərlər adlanır. Birinci sual, mangal 200. Bu şəhərimizin əvvəlki adı Petropavlovka olmuşdur. Sabir. Gözə. Öncə cavab gəlir. Gəncə əvvəlki Yezavit oldu. Petropavlovka. Sabir. Sabir məkələ Sabir. Söhbət Sabirvatdan gedir. Sabirvat nəvələrdə Petropavlovka. Sabir. Kiçik Qafqazda yerləşən bu şəhər Azərbaycanın ən böyük balneolojik kurortlarından birinə ev sahibliyi edir. Kiçik Qafqazda yerləşən bu şəhər Azərbaycanın ən böyük balneolojik kurortlarından birinə ev sahibliyi edir. Çox balaca bir şəhər də Azərbaycanın şəhəridir və burada kurort şəhəri hesab edilir. Söhbət naftalarından gelmiş olur, naftalar. Növbəti sual. Knyaz II. Hans Adams 1984-cü ildən faktiki olaraq bu ölkədə idarə etsə də, hakimiyyətə rəsmi olaraq 1989-cu ildə gəlmişdir. Söhbət hansı Avropanın cırtdan ölkəsindən gedir? Cırtdan ölkə Avropada. Söhbət Liechtenstein gəlir, Liechtenstein. Dördüncü sual, nominal 800. ABŞ prezidenti Truman Hiroşimaya atom bombası atmaq barəsindəki əmrini bu şəhərdə yerləşən Çeçili-en-Xof sarayından telefon vasitəsilə verilmişdi. Çünki həmin vaxt Almanda bu şəhərdə Amerikalılar bu şəhərdə konferansdaydılar. 2. Dünya müharibəsindən sonraki konferans, bitməsinə yaxın olan konferans. Hansı konferans için iyul Avustralya'da keçirilmişdi? Almanya'nın şəhəri söhbət Potsdamdan gelir, Potsdam konferansı. Sərbəst insanlar ölkəsində əsərinin müəllifi bu Azərbaycanlı müharibəsidir. Biz onu daha çox kifayət təşkilatının yaratmasıyla tanıyırıq. Söhbət Əhməd Bəyəboğlu'dan gelir. Əhməd Bəyəboğlu mövzu yekunlaşdı. Biz indi növbət işləslər adamının son mövzusunu, sihirli mövzu oynayacaq. Şərtli rəqamda sihirli adlanan mövzu. Sihirli adlanan mövzu. Birinci sual, nominal 200. Məişət qəhrəmanlıq və heyvanlar haqqında nağıllardan başqa, belə nağıllar da şifahi xalq ədəbiyyatında dağıtılır. Sevil Allah. Mikrofon. Sevil Allah. Sihirli nağıllar cavabı verir. Piyanərlər onun köməyi ilə keçmişə və gələcəyə getmişdir. Sevil Allah. Sihirli xalq. Bu şair 1873-cü ildə Şəbüstər şəhərində anadan olmuş, 1934-cü ildə Şaxur şəhərində vəfat etmişdir. Mirzə Əli Şəbüstəri hansı şəhərdən idi? Söhbət mövzuzda gedir, Mirzəli mövzuz. Sihirli Fleyta operasının müəllifi məhz odur. Mozart. 5-ci sual. Wizards Sehirbazlar basketbol komandası ABŞ-nin bu şəhərini təmsil edir. Söhbət Topuzada gətirələrdir. Bir də söhbət ABŞ-nin paytaxtı Washington'dan edir. Washington. Mövzu və hamı yekunlaşdı. Biz sirri rağmıqla yolumuza devam edəcəyik. Sirri rağmıqla və kaldırımı belədir. Çiçəkli Əməli 1700 xalı 4-cü, Ərcanlı 1600 xalı 3-cü, Mirzə Əkbər Sabir 1700 xalı 2-ci, Gəzli Qaması 2700 xalı 1-ci, Şuri Qaması 1-ci klasdan bölgələrini alsınlar.
Sri Rahatda dənizlə bağlanılır olacaq. Ernest Hemingway'in şah əsərlərindən hesab olunan bu hekayənin baş qəhrəmanı Santiago adlı qoca bir dənizçidir. Santiago adlı qoca bir dənizçi, sizə nə xatırladı, gəzdir? Qoca bir dənizçi. Bu, Azərbaycan ərazisində yerləşən ən böyük qaz yatağıdır. Azərbaycan ərazisindəki ən böyük qaz yatağı, dəniz mövzusu. Xəzər dənizi olacaq. Yataqlarla, Xəzər dənizi yerləşən yataqlar lazımdır bizə. Söhbət Şah dənizdən gedir. Qədim Yunan mütəmadiyyətində dəniz Allahı bir adlandır. Poseidon. Gözlük Poseidon. Dördüncü soru. Normal 1200. Mehdi Hüseynzadə haqqında çəkilmiş Azərbaycan filmində hadisələr məhz bu uzaq dənizin sahillərində baş verir. Mehdi Hüseynzadə dəniz, İtalyan bir hissəsi, Sloveniya, Xorvatiya, sahillərindəki söhbət Adriyatik dənizində düşür. 5-ci sual, anlam 1500. Qədim Aşur mənbələrində bu dənizi Cəhəm dənizi adlandırırdılar. Başqa mənbələrdə bu dəniz Hirkan dənizi kimi Ərcanlı. Xəzər dənizi, Hirkan. Mövzu işulaşdı. Analar üzrə əlaqədə Ərcanlı komandası ikinci yerdəki yerini görkəmlədir. Sivri Rahatda özünü adı deyirlər. İkinci işləsmə gəlsin. Ərcanlısı xalqlar çoxdur. Hər şey olabilir. Hazırım. Sual 1. Mövzu tikililərimiz. Tikili, bizim tikililərimiz. Nominal üst. Pul islahatına qədər 100 manatlıq pulumuzun üzərində məhz bu tikilimizi görmək olardı. Biriləri bir nəfir məndən. Quzqalası bu sarayın tikilməsi Bakının 15-ci əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olmuşdur. Şirvanşahlar sarayı. 19-cu əsrin ortalarında Hüseyin xan Müştaqın nəvəsi Şair Kərim Ağa Fatihin rəhbərliyi ilə bu sarayda bərpa işləri görülmüşdür. Bu sarayın tikilməsi zamanı bir dənə də olsun istismardan istifadə edilməmişdir. Şəki xan sarayda dördüncü sual nominal 1200. Bu məşhur körpü Azərbaycanın Zəbrayıl ərazisində yerləşir. Əlcanlar bağlıyıq. Xudafərin körpüsü nədir? Yox, asılmışdı ikinci. Əlcanlı sənə də baxırsan. Şirlərimiz 5-ci sual. Bakının Məscid qəsbəsində yerləşən atəşkar 18-ci əsrdə Hindistanın Multan vilayətinə gələn tacir və zərbəlilar tərəfindən tikilmişdir. Suraxanı güzəli, ölkədə ölkəli tarih və anlaşılmasına qalanlar 4400 xalı bir yerdə yerləşirlər. Mövzu yekunlaşdı. Sən adın nədə olsun? Rəsul. Rəsul? Qırından oraya gedir. Orada sənət kamerası bir dənə 1500 kalırıq, 1200 kalırıq salacaq yoxsa var da onun içərisində orasında. Mövzu Hindistan. Hindistan'da Mu
məhz bu heyvanın böyülməsinin, eşidilməsinin nəticəsində olan səhvli, inək, İngilislər tərəfindən əsasən yerli hindlilərdən yayılan əsgərləri belə adlandırırlar. Hindistanda bu adda üsyan başlayır. Süpahilər. Yazıq olacaq, burada olacaq komandaya. Üçüncü sual. Hindistanın Maharashtra əyalətinin paytaxtı olan Bombay şəhərinin adı, Bombay'in adı 1995-ci ildə rəsmi olaraq dəyişdirilmiş və belə adlandırılmışdır. Bombay yox, nə? Məşhur şəhər. Şəhər işarəti. Kazandı. Mumbai cevabı sıkıntı. Bu film Vikas Svarov'un suallar ve cevaplar romanı esasında çekilir. Suallar ve cevaplar məşhur bir teletamaşa filmdə Həsən yerlər emisiya var. Buyur. Tamam. Buyur. Tamam. Bu film Vikas Svarov'un söhbət. Beşinci sual. Bu məşhur Hindistanlı 30 yanvar 1948-ci ildə kütlə içərisində gəzinti zamanı güllələdən zaman son sözü o Rama olmuşdur. Bu Hindistanlı kütlə içərisində gəzinti zaman öldürülür. Hindistanın Xalq Azadlıq Hərəkatının başçısı hesab edilir bu şəxs. Hindistandakı bütün Hindistanlıların üzərində onun şəklini görmək olar. Söhbət. Mahatma Gandhi. Özü yaşalaştı. Mahatma Gandhi. Özü yaşalaştı. Sinirvanlı Dörtüzü. Evet. Güzel. Ana adamın özü. Ana. Güzel, anlamıyorsunuz. Zəfər Çaxalı da Gülşahın Müşkün bu adda şiirləri Maksim Gorki'nin isə romanı var. Gözlük. Anlaşıldı. Aha, böyle. Məhz bu şəhərimizi orta əsrlərdə Arnanın anası adlandırırlar. Sabir. Bədə cavabı mövcud olduğu dövrdə bu ordenlə 430 mindən çox qadın tərif edilmişdir. 430 mindən çox qadın. Sakit olacaq. Sual təkrar edək. Mövcud olduğu dövrdə bu ordenlə 430 mindən çox qadın tərif edilmişdir. Səhv eləmirəmsə, 3 uşaqdan çox uşaq olan qadınlara verildi bu. Yerdən ana olunacaq səhvdir. Bu rəsm əsəri Böyük Vətən müharibəsi dövründə hamını cəbhəyə çağırırdı. Hamını cəbhəyə çağırırdı. Ana vətən çağırır adlanırdı. Bu missioner qadın 1979-cu ildə sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. Səhv eləmirəmsə, Albaniya idi bunlardan səhv eləmirəmsə. Söhbət. Şeysə var? Nə? 1979-cu o mənə yaşayır. Müxəssəs Məryəm var. Eleza. Malum. Biz sizdən ümiddə var. Bahar. İlk Bahariyə gələn Azərbaycan şairi məhsulu. Sabir Oğalı. Bir zavod. Səhv.
Güzel Ərzanlı. Kılar. Bu düzəltmək. Şahıslar. Şahıslar cavab verir. Vyacheslav Tikhonov bu filmdə Sovet casusu Ştirlis rolu canlandırmışdır. Söhbət Baharın 17 anı filmindən gedir. Bahar mövzusu üçüncü sual anladı 1968-1969 illərdə Çexoslovakiyada baş verən hadisələr tarixə bu adla daxil olmuşdur. 1968-69 Çexoslovakiya hansı bahar? Cavab yox. Söhbət buyur. Həqiqət dağının Cəfər Cəfərinin həyatından bəhs edən romanı belə adlanır. Söhbət Cəfər Cəfərli 21 Mart'da adlanılmış, ona görə bu Bahar oğlu adlanır. Bahar oğlu. 500 İnandan 1500. O, böyük qardaşı Əbül Həsənin vaxtsız vəfatı ilə əlaqədar 1912-ci ildə Son Bahar adlı hekayəsini qələmə alınmışdır. Onun ən məşhur əsəri isə Studentlər adlanır. Bəli, Yusif Vəzir Çəmənzəminindən verib düşədir. Silvi Ramazı yekunlaşdı, Silvi Ramazı sonrası kaldırımı elədi. Səhri komandasına 1200 kal, bizə rəhbər sağlığı 200 komandası 3800 kal, Gəzdi 3900 kal, Ərzanlı 5500 kal edildi. Səhri Ramazı iştirakçıların ən yaxşı konservana göndərsinlər. Çiçəkli komandası üçün oxuyuram. Sən çıxarmışsınız öz adını. Ailə, biologiya, coğrafiya, rəngli mövzu, tarix mövzu. Hansını oynamayaq? Ailə. Çıxdı. Sağlık komandası. Hansını oynamayaq? Biologiya, coğrafiya, rəngli mövzu, tarix mövzu. Biologiya çıxdı. Gəzli komandası. Hansını oynamayaq? Coğrafiyanın bir tarihi. Coğrafiya çıxdı. Hansını oynayaq? Ərzanlı. Tarixini oynayaq yoxsa rəngli mövzu? Tarixini oynayaq. Komandalar seçimləri etdilər və biz tarixin mövzunu oynayırıq. Tarix mövzu məndən 400. Onu düzdür, mikrofon düzdür. Elə uzanmışlar. Bu insan öz adını Almanya yaxınlığındakı vadidə. Vadili isə öz adını bəstəkar Johann Neanderdən götürmüşdür. Neanderdən öz adını götürən insan tipi hansıdır? Gəzli komanda cavab verir. Neanderdən insan. İdi Bulgarlarda bu dini qəbul etmiş ilk Türk tayfaları kimi tarixləşmişlər. Gəzli bağlıyor. Hristiyanlıq deyil. İlk Türk tayfaları tarixlər. Müsəlmanlıq. Bəli. Frank krallığının yaratıcısı Merovinglər sülaləsindən olan bu şəxs idi. O mikrofon düzdür. Frank krallığının yaratıcısı Merovinglər sülaləsindən olan bu şəxs idi. Hansı şəxs Frank krallığını yaratmışdır? Bəzdir. Böyük Karl Frank imperiyasını yaradır. Ərzanlı. Xlodvig cavabı düzgündür. Qızıl Ordanın tərkibində olan, sonradan xalqa çevrilmiş tayfa öz adını 1312-1341-ci illərdə Qızıl Orduya başçılıq edən hökümdarın şərəfində nəsb edilir Ərzanlı. Saraybaş cavab çəkir. Xalq adı. Həm Qızıl Ordanın hökümdarı olsun, həm də xalq adı olsun bu. Söhbət? Söhbəyə bilərəm.
Qızıl Ordanın tərkibində olan sonralar xalqa çevrilmiş tayfa öz adını 1112-1141-ci illərdə 41 məqalə çəkdirmə yaradan 1135 var. Qızıl Ordaya vasib edən hökmdarın şərəfinə məhz belə adlandırılır. Həm də İslamı qəbul etmiş Qızıl Orda xanıdır. Söhbət Özbək xanımıdır, uşaqlar Özbək xanım. Səfəvi hökmdarı, 5-ci sual. 5-ci sualda əvvəldə qaldı. Maraqlıdır. Səli qamasına fikrinüz xalqı şansını itirib. Sonra düzgün cavab versələr belə təmsəlanına gelebilirlər. İkinci yerdə, üçüncü yerdə gəzir komandasında 2300 xalq. Mirzə Rəhbər Sabir komandası 4600 xalq və Əlcanlı komandası 5100 xalqla bir yerdir. Əgər Mirzə Rəhbər Sabir komandası bu sualı mənəti cavab verirsə, o da 2600 toplamda keçirməyik, keçir, 5200 keçir. İstənən halda biz təmsəlanına Səfəvi hükümdarı 1-ci Şah Abbasdan bəhs edən Tarix-i Aramara-i Ətbas əsərinin müəllifi məhz olur. Şah 1-ci Abbasın tarixçisi gəzir. İskəndər Bəymişin tarixçisi Allah'ın məcbur edilmişi çatdıraraq təmsəlanına daha qüvvətli edirlər. Biz də sizlə təmsəlanını oynayacağıq. Təmsəlanını bunlara biraz saldırını verir. Gəzli 4300, Sabir 4600, Ərcanlı 5100 qaldı. Biz bu qanatlarda 8 komandasıyla sağlaşırıq. Onlara yarışda iştirakına görə təşəkkür edirik. Səri komandası təmsəl alanında iştirak edebilir. Çünki qaydalara görə ancaq müsbət xalı olan komandalar təmsəl alanında iştirak edebilirlər. Təmsəl alanının şərhlərini izah edirəm. Təmsəl alanının şərhlərinə əsasən komandalar əvvəlcədən giriş edirlər, öz xalları dəyərinə giriş edirlər maksimum. Yəni siz minimum deyil, maksimumsa öz xalınız qədər büyük giriş edə bilərsiniz. Girişləri bizə təqdim edirsiniz və bundan sonra mövzunun adı səslənir. Girişlər. Səri komandası bu yarışda təsdiq edə bilirsiniz. 10 il. Girişlər təqdim edirsiniz. Girişlər təqdim edilir. Girişlər təqdim edilir. Hətta olmasa təmsəl alanının mövzusu təqvim. Diqqət, sual. 21-ci əsrin, yəni bizim yaşadığımız əsrin əvvəllərində bəzi Hristiyan ölkələrində qadınlar bu tarixdə doğum etmək istəmədikləri üçün doğumu gecikdirmək üçün əllərindən gələni edirlər. Buna səbəbi isə bu tarixdə doğulacaq uşaqların şeytan ruhlu və bədbəxt olacaqlarından qorxmaları idi. Siz bizə bu tarixi tam dəqiqliklə yazın. Ay, gün, il, gün, ay, il, hansı tarix, günü, ayı və ili. Diqqət sualı yenən səsləndirir. 21-ci əsrin əvvəllərində bəzi Hristiyan ölkələrindəki qadınlar bu tarixdə doğum etmək istəmədikləri məqsədi ilə doğumu gecikdirmək üçün əllərindən gələn edirlər. Buna səbəbi isə bu tarixdə doğulan uşaqların şeytan ruhlu və bədbəxt olacaqlarından qorxmaları idi. Siz isə bu tarixi tam dəqiqliklə yazın. Gün, ay, il. Bir dəqiqə vaxtınızı uçarlar. Sual səsləndirməyə ehtiyaclar. Bir də səsləndirməm. 21-ci əsrin əvvəllərində bəzi Hristiyan ölkələrində qadınlar bu tarixdə doğum etmək istəmədikləri məqsədilə doğum gecikdirmək üçün əllərindən gələni edirlər. Buna səbəbi isə bu tarixdə doğulan uşaqların
şeytan ruhlu ve bədbəxt qazalarından qorxmaları idi. Siz bu tarihi tam dəqiqliklə yazın. Son 15 saniye. Cevaplar gəlir. İlkin olaraq mən sizə xalları, gedişləri bildirmək istəyirəm. Mənim zəhmət olmasa, Gəzli kanalısının gedişi 2000 xal. Əlzanlı kanalısının gedişi 400 xal. Və Sabir məktəbinin gedişi 501 xal. 501 xal. Sepir kanalısında yerləşmişdir. 3 müxtəlif cavabların qarşındadır. 3 müxtəlif cavab. Və komandalardan yalnız biri bu suala cavab verir. Və ayrı məsələdir ki, hansı komanda düzgün cavab verirsə, o komanda qalib hesab edilecək. Bu mərhələyə qədər birinci gələn Əlzanlı kənd komandası bu suala 13.04.2001 cevabını verir. Bu cevap səhv cevap. Əlzanlı komandasına bilmən 400 xal çıxılacaq. Onlar yaşayıb 400 xal. Gəzli komandası bu suala 13.05.2013 cevabını verir. Onlar məntiqə əsasanlar üzrə görə aynı olmasına düşməkdir, amma görək. Sabir komandası isə bu suala tamamilə fərqli bir cavab verib 6 iyun 2006 cavab verir. 06.06.2006. Mən sualda şeytan sözünü əvvəl səsləndirmədim. Bildiyiniz kimi şeytanın rəqəmi 666-dır və 3 sənə 6-nın yanaşı gələcək rəqəm 6 iyun 2006 düzgün cavabı. Sabir komandası cavabı. Məncə sual Gəzli 2700, Əlzanlı 4700, Sabir 2100 xalla yarışı D qrupu maarifini yardırlar. Bu yarışda Gəzli və Əlzanlı komandalarına həqiqətən davatlardır. Şu gəlin onlara almışlar. Sabir məktəbi, Gəzli və Əlzanlı almışlar. Həqiqətən də bu qrup çox maraqlı və gərgin mübarizəyə şahid oldu və mənə görə ədalətli bir oyun keçdi. Yəni ki, heç kimin onların ədalətinə bağlı düşməsi olmaz. Və biz yarışımızı 4 komandayla A, B, C və D qrupların qalibələri devam ediləcək. Digər komandalar sırf Gəzli və Əlzanlı komandalarının bu reytingi mümkünsə qalın izlənələri çox istəyərdi. Çünki həqiqətən maraqlı bir yarışımız gedəcək və alalımsınız. O soğuk sıfır. Hiç bir yerde o soğuk olabilir. Çünkü o soğuk tamamıyla özümdür. Özüm